Hər kəs salam, videoya xoş gəlmisiniz. Çoxdan gözlədiyiniz gün Green Card lotereyasının cavablarının açıqlandığı gün artıq gəlib çatıb. Bugünkü videoda sizə cavablar hardan və necə yoxlanılır, əgər qalib olmusunuzsa növbəti proseslər, hansı sənədlər lazımdır və ümumi nə qədər xərciniz çıxacaq, onu sizə izah edəcəm. Bu videoda olan məlumatlar qaliblərdən birbaşa aldığım məlumatlardır. O prosesi başdan sona özü keçmiş insanların mənimlə paylaşdığı məlumatları mən də sizinlə paylaşacağam. Video keçməmişdən öncə videoyu bəyənib kanala abunə olmağı unutmayın. Keçək videoya. Birinci cavablar hardan və necə yoxlanılır, ona baxaq. Sayt tvprogram.state.gov-dur. Girək sayta. Cavablar açıqlandığı gün sayta girmək olmurdu. Bir gün sonra artıq düzəlib. Burada check status, continue. Qeydiyyatdan keçəndə sizə təsdiq nömrəsi verilmişdi. O 2026 ilə başlayan, sonra rəqəm, hərflər. İkinci hissəyə soyadınız, soyad. 3-ə doğum tarixiniz. Dördüncü yerə də burada hansı hərflər yazılıbsa, rəqəmlər yazılıbsa onu yazırsınız. Sonra submit. Əgər qalib olmamısınızsa, birinci sizə bu səhifə gələcək. Has not been selected. Hər il şansınızı sınaya bilərsiniz. Kanalda video var. Onu sizinlə paylaşmışam başdan sona qeydiyyat prosesini. Əgər deyək ki, qalib olmusunuzsa, onda sizə bu səhifə çıxacaq. Burada adınız, soyadınız, yer və tarix göstəriləcək. Burada qalib olduğunuz, gedəcəyiniz il göstərilir. Məsələn, 2025-də qalib olmusunuzsa, 2026-da gedəcəksiniz. Yəni, bir il prosesiniz var. Qalib olan kimi getmirsiniz. Deyək, artıq seçilmisiniz, sizi təbrik edirəm və başlayaq prosesə. Bu cavabı görəndən sonra ilk etməli olduğunuz şey DS-260 formunu doldurmaqdır. O formu necə doldurmaq lazımdır, o haqqda da video çəkə bilərəm. Çox önəmli bir prosesdir. O sənəd tam düzgün doldurulmalıdır. Deyək ki, qeydiyyat prosesində evli deyildiniz ya uşağınız yox idi. Onu burada düzəldə bilərsiniz, evlənmişsiniz, o DS formunda qeyd edirsiniz. Bu formda əgər hər hansı bir xəta olarsa, geri dönüşü olmayacaq. Yəni, intervyuda sizə soruşacaq, bunu burada niyə belə yazmısan? O suallarda əgər bu videoya 1000 like gəlsə, onu növbəti videoda paylaşacağam. Həm DS formu necə doldurulur, həm də intervyu prosesi necə olur. Deyək ki, DS formunu doldurduq. Ondan sonra nə etmək lazımdır? Ondan sonra orada yazdığınız e-maillə sizə bir intervyu vaxtı təyin olunacaq. İntervyu vaxtı da tam olaraq sizin sıra nömrənizdən asılıdır. Əgər sizin sıra nömrəniz 25.000-dən çoxdursa, böyük ehtimalla intervyuya çağırılmayacaqsınız. Maksimum 55.000 adama Green Card verirlər. 55.000 adama da daxildir. Elə bir adam ola bilər ki, ailəvi qeydiyyatdan keçib, biri udub, 5 nəfər ailədir, 6 nəfər ailədir, o 55.000-ə o da daxildir. Yəni 55.000 adam qeydiyyatdan keçibsə, məsələn bir ata keçib, 5 dənə də yanında yoldaşı, uşaqları ailə kvotanın dolmasına səbəb yaradır. Ona görə məsləhət ki, əgər görürsünüzsə sıra nömrəmiz çoxdur, o qədər də yəni həvəsli olmayın. Böyük ehtimalla sıra çatmayacaq. Məsəl üçün deyək ki, 2025-dir, 2025-ci ildir, may ayında cavablar çıxıb, növbəti ilin avqust ayına kimi, avqust ayında daxil olmaqla nə viza verildi. Ondan sonra artıq dayanır. Sıra çatması isə təəssüf ki, yenə də gedə bilmirsiniz. Hətta Green Card lotereyasının sizə çıxması demək sizin bura gələcəyiniz mənasına gəlmir. Deyək ki, sıra nömrəniz də aşağıdır. Artıq gözləmək lazımdır. Sizə nə vaxt intervyu vaxtı təyin olunacaq. Onu da sizə e-mailinə əlaqə keçəcəklər. Azərbaycanda sizə siz Gürcüstanda intervyu verəcəksiniz, amma əgər başqa ölkədəsinizsə, Türkiyədəsinizsə, Avropadasınızsa, hardasa, elə olduğunuz ölkədə də intervyuya girə bilərsiniz. Onda sizin intervyuya girmək şansınız biraz da artır. Çünki həmin ölkədə ola bilər ki, o qədər də intervyular olmasın, o qədər də Amerikaya gəlmək istəyən, Green Card-ını oynayıb gəlmək istəyən olmasın. Onda sizə sıra çatma ehtimalı çoxdur. Burada notlarımı qeyd eləmişəm, ümumi xərclərdən danışaq. Viza rüsumu $330. Green Card rüsumu, əgər Green Card sizə verilirsə vizadan sonra $220 olacaq. Xəstəxana xərcləri, analiz, peyvənd və bu kimi xərclər 350 manat olacaq. Bunu Azərbaycanda SOS klinikasında eləyəcəksiniz. Bank hesabında bir nəfər üçün $12.000 olması lazımdır. Əgər ailədə 3 nəfərsinizsə, bu 3-ə vurulacaq, 4 nəfərsə 4-ə vurulacaq. Belə suallar da gəlir. Gürcüstana gedib gəlmək də var. Ən az orada bir həftə qalacaqsınız. Deyək ki, Gürcüstana gedib qalırsınız, orada da 1000 manat deyək. O da o xərcdir. Və sizin əlinizdə olan sənədlər, tərcüməsi, təsdiqi, bunlar da təxmini 100 manat çıxacaq. Gələndə də $1000-1500 bir nəfər üçün çıxacaq təyyarə bileti. Qiymətlər də gəldiyiniz ştatdan, şəhərdən asılıdır. Yəni ümumi götürsək təxminən $4-5000 bunu çıxacaq bir nəfər üçün. Sizə intervyu təyin olunandan sonra hansı sənədlər lazımdır Gürcüstana aparmaq üçün onu da deyim.
Birincisi sizə xarici pasport lazımdır. Təbii ki, xarici pasportunu ən tez vaxtda alın. Bu DS formunda qeyd edəcəksiniz və onun bir dənə kopyası. Sonra 5-in 5-ə şəkil, hərbi bilet, intervyuda sizdən soruşacaqlar, hətta bunu əsgərdə olmusunuz yoxsa yox. Bankdan arayış, məhkumluq haqqında arayış. Qadınlarda soyad dəyişibsə, qızlıq soyadda göstərilməlidir. Əgər başqa ölkədə 6 aydan çox yaşamısınızsa, həmin ölkədən də almalısınız arayışı. SOS klinikasına sənədlər lazımdır peyvəndlə bağlı. Əgər deyək ki, başqa ölkədə yaşayırsınızsa, məsəl üçün Polşada, Azərbaycanda qeydiyyatda olduğunuz klinikaya əlaqə keçib, orada indiyə kimi olduğunuz peyvəndləri də onlardan istəyə bilərsiniz. Onu da tərcümə təsdiq edirsiniz. Evlisinizsə, nikah şəhadətnaməsi, subaysınızsa, subaylıq haqqında arayış, doğum şəhadətnaməsi, attestat, bir də əgər varsa diplom. Attestatı da tərcümədə high school diploma yazdırmaq lazımdır. Bu dediyim bütün sənədləri tərcümə və təsdiqi lazımdır. Bəzi adamlar fikirləşir ki, tərcümə təsdiq elədim, mən də bu sənədləri apararam, amma əslində orijinalları da özünüzlə aparmalısınız. Həmin orijinalları da göstərmək lazım ola bilər. Deyə bilərsiniz, bu SOS klinikası nədir, onlarla necə əlaqə keçin. Müsahibə dəvət alandan sonra həmin klinika ilə əlaqə keçməlisiniz. Onların nömrəsini də sizin aşağıda paylaşacağam. Ora gedəndə hansı sənədlər lazımdır, ona baxaq indi. 3-ün 4-də şəkil, intervyu məktubu və qalib olduğunuz səhifə, peyvənd vərəqəsi, xarici pasport, yaşadığınız ünvanla Amerikada gedəcəyiniz ünvanı yazmalısınız kağıza. Sənədlər və xərclər də bu qədərdir. Çox da çətin bir şey yoxdur burada. Əgər videoya 1000 like gəlsin, növbəti videoda DS260 formu necə doldurmaq lazımdır və intervyuda sizdən hansı sualları soruşacaqlar, onu sizlə paylaşacağam. Bu videonu dostlarınızla paylaşa bilərsiniz, onların da məlumatı olsun. Əgər qalib olublarsa, qalib olanlar hər birini təbrik edirlər. İnşallah hər bir kəs öz arzusuna çatar və istədiyi həyatı yaşayır. Uğurlar gələn videoda görüşənədək.